Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu. Son günlərdə televiziya, efir məkanı mədəniyyət və incəsənət xadimləri tərəfindən ciddi tənqid edildikdən sonra bununla bağlı mühüm addımlar atılıb. Bir neçə şou verilişləri bağlanıb. Bununla yanaşı Azərbaycanda bir sıra bayağı müğənnilərin efirə çıxışına da qadağa qoyulub. Manşet Az həmin müğənnilərin siyahısını təqdim edir. Kəmalə Günəşli, Canana, Mətənə İskəndərlinin keçmiş gəlini, Nüşabə Musayeva, Nəfəs, Ofeliya Şabanova, Günəş, Qumral, Musa Musayev və Təranə Qumralın qızı, Səbinə Selcan, Ülviyə Namazova, Afət Fərmanqızı, Aşıq Namiq, Mehriban Qəmbərova, Şəbnəm Qəhrəmanova, Arzu Mirzəyeva, Şəlalə Səsli, Naza Veysəlova, Ziba Osmanlı, Ayda Ziyadxanlı, Pünhan Piriyev, Talib Taleh, müğənni Canan Baləli, Akşin Fatih, İfrat, Dəniz Əsədova, İbrahim Borçalı, Arzu Mələk, Elxan Qaraxanoğlu.